Salam əziz tələbələr, şagirdlər və ingilis dilini öyrənən hər kəs. Choosing the sentences in the passive voice. Yəni bu həftə biz hansı cümlələr məhsul növdədir, onları tapacağıq. Və məhsul növdə olan cümlələri taparkən biz diqqət etməliyik. To be feili olmalıdır. To be feili yəni əmizar, was were, been və ya da be kimi ola bilər. Sonra isə feilin üçüncü forması, yəni past participle to. Və birinci sualda baxırıq ki, deməli burada taught və teaches-də həm əmizar, yəni feil yoxdur, həm də feil üçüncü formada olmadığı üçün onlarda səhvlik var, qalır 1 və 2. Were taught-da are taught ikisi də passiv voice-dədir. İkinci sualda both var, amma yanında to be feili yoxdur. Burada heç nə to be feili yoxdur, həm də feil yoxdur. Was written, aha, to be feili və feilin üçüncü forması var, ola bilər. Were var, been artıqdır, were-lə been birdə işlənmir. Y variantında isə burada discussed var, amma yanında to be feili yoxdur. Ona görə C variantı düzgün cavabdır. Was written. Üçüncü sualda has been-dir, amma feili yoxdur. Amma burada has been var, sonra introduced var, düzdür. It has been var, amma root var, root sifətdir. Burada yenə been var, amma attentive yenə sifətdir. Has been-dən sonra yenə to gəlir, feil gəlməyib. Buna görə bizə lazımdır. Has been introduced. Bax, bu feili lazımdır burada olan. Bu feil lazımdır. Yəni, has been introduced varsa, deməli bu bizim passivimizdir. Burada we put var. Burada were boiled ola bilər. Boiled and died burada to be feili yoxdur. Burada been olmalıdır. There were, there is there cümləsi ümumiyyətlə heç vaxt passivdə olmur, məchul növdə ola bilmir. Qalırıq B variantı. Deməli, many eggs were boiled olur B variantı. Beşinci sualda we didn't go to the meeting yesterday because deməli keçmiş zamanda, ona görə də keçmiş zamanda olan bir passiv cümlə seçməliyik. Ümumiyyətlə have, has, is olmaz və passivdə was-la been işlənmir. Had cancelled olmaz, çünki bu məlum növdədir. Bizə məhsul lazımdır, çünki o ləğv edilmişdi kimsə tərəfindən. It had been cancelled olmalıdır. Bizə məhsul növdə olan cümlə lazımdır. Həm də keçmişdir bu. Burada to be feili olanlar baxırıq. To be var, amma yanında sifət var. To be-dən sonra been gəlməz. Burada 3-də to be, C-də to be yoxdur. D variantında is var və both var, ola bilər. Burada is-dən sonra been işlənib olmaz, qalır D variantı. Chocolate made with milk is mainly both. Onlar deməli is-lə both işlənib. Ortada olan zərf bizi çaşdırmasın. To be feilindən sonra verin üçüncü forması düz işlənib. Növbəti sualımız, deməli, to be feili olmalıdır. Burada was-la found olar, düzdür. Burada was were yoxdur. Burada was var, amma to be feili yoxdur başqa. Burada da həmçinin, burada isə been artıqdan işlənib qalır A variantı. To be feili was-dur, sonra isə found keçmiş zaman olur. Feilin üçüncü forması. Has already been completed. Bu düzdür. Has been, sonra da completed var, düzdür. No human being has been-dən sonra to gəlib, bizə lazımdır passivdə feilin üçüncü forması. First, deməli, were designed var, olar. Burada isə has become var, amma burada to be feili yoxdur, səhvdir, qalır. 1 və 3, yəni Y variantı. 9-cu sualda have been studied, olar have been, sonra feilin üçüncü forması. Düzdür, has been var, amma burada feili yoxdur deyə bu səhvdir. Sonra üstdə was rebuilt, was destroyed burada var. 2 dənə passiv cümləsi var. Amma burada has var, burada olmalıdır. Been yoxdur deyə səhvdir. Qalır A, deyim, 1 və 3, yəni D variantı. Burada düzgün məhsul növdə deyirsə had been broken olar. Were var, amma yanında to be feili, feilin üçüncü forması yoxdur. Burada da was var, amma yoxdur başqa feil. Qalır burada has been proved. Deməli, bu düzdür. 1 və 4 düzdür C variantı. Sonra is used var burada. Burada da is the oil used var. Burada da was the oil used var. Bir də this oil is mostly used. Bu da düzdür. Deməli, bizə cavablar düzgün görünür, amma məhsul növü seçəndə biz demişik ki, həmişə cümlənin sonunda sifət vardırsa, bu məhsul növdə olmur. Fresh ilə tasty sifət olduğu üçün onları çıxarıb qalır 1 ilə 4, yəni B variantı. Deməli, burada bir dənə də bir şey deyim, bunu tərcümə edə bilərik. Məsələn, deyir ki, Meksika
demək, Meksika yeməklərində deyək ki, istifadə olunan yağ dadlıdır. Burada artıq is, burada tasty aid olur. Və yaxud da deyir, Meksika yeməyində istifadə olunan yağ təzə idi. Burada təzə idi. Was fresh, is tasty. Bu is oradakı sifətə aid idi. Okay, ona görə də olur. Onlar səhv qalır 1 və 4. Deməli, gəldik 12-ci suala. Who has planted these trees? Has deməli passivdə cavab verməliyik buna. Has been-lə cavab verməliyik. Have has been. Burada been olmaz. Been yoxdur daha doğrusu. Burada are var. Were var. Amma burada cavablara baxırıq bir dəqiqə. Cavablara baxanda əslində burada eyni formada verməyə bilərik. Sadə düzgün formada olsun. Bunun been-i yoxdur. Digərləri saxlayırıq. Had plant burada da been yoxdur. Və who has planted these trees? Bu ağacları kim əkib? Burada ağaclar sözündən başlamalıdır. These trees ilə başlamalıdır. These trees ilə başlamalıdır. Burada been olmaq üçün bunda çıxırıq. Are planted da ola bilər. Aha, kim əkib deyəndə bu ağaclar atam tərəfindən keçən il əkilib deyəndə daha düz olur. Çünki these trees were planted by my father. Onlar are planted də düzdür, amma bizə hansı zamanda veribsə, baxın, has planted, indiki bitmiş zamanda veribsə, onu o zamana çevirməliyik. Normalda BC, B3-də düzgün məcbul növdədir, amma bizə lazımdır ki, o cümlədə deməli have has been olsun. Has olduğu üçün bunu have has-lə çevirməliyik. Have has been olmalıdır. Trees də cəm olduğu üçün have olur. These trees have been planted olur. Yəni D variantı. 10 üstə who has opened, yenə burada da have has-lə cavab verməliyik. Digərlər düz olsa belə biz have has-ə baxmalıyıq. Burada have has been olmalıdır. Qalır B və D variantı arasında. Cümləmiz nə ilə başlamalıdır? Windows-la. Çünki feildən sonra gəldiyi üçün bizim mübtədamız olmalıdır. The windows have been opened by Vivian. B variantı. Who has collected all these coins? Has olduğu üçün have been, has been olmalıdır. Burada have been, has been olmayanları çıxırıq. Qalır A və B və C variantı arasında. Və cümləmiz başlamalıdır nə ilə? All these coins ilə başlamalıdır. Mübtədamız olur B variantı. Sonra 15-ci sualda passiv voice-də deyirsə, burada is var, amma yanında feil yoxdur deyə götürəmirik. Were looked ola bilər. Has been done da ola bilər. Burada feil yoxdur, həm də there is there cümləsi passivdə ümumiyyətlə olmur. Səhvdir bu ikisi, qalır 2 və 3, yəni B variantı. Has the manager accepted your proposals? Has olduğu üçün have been, has been olmalıdır. Have been, has been olan cavablara baxarıq. Deməli, burada was were olmaz, had olmaz, haven't been olan götürürük, yəni D variantını götürürük. Çünki eyni zamanda verməliyik. Has-lə veribsə, biz onu have has-lə passivə çevirməliyik. 17-ci sualda has anybody ever seen your collection of coins? Has ever seen və have has been olmalıdır. Have has been olan cavabları axtarırıq. Is olmaz. Has ever been olmalıdır burada. Was olmur. Have has been burada 2 cavab da var. Burada been yoxdur. Ona görə səhvdir, qalır D variantı. Demək, has never been seen. 18-ci sualda who has painted-dirsə, have been, has been olmalıdır. Were olmaz. Has painted var. Burada heç bir şey yoxdur. Burada had olmur. Qalır have been painted. Eyni zamanda çevirməliyik deyə qalır B variantı. 19-da isə deməli, has been planned passivdədir, düzdür. Burada to be feili yoxdur. There is there cümləsi var, başqa heç bir şey yoxdur, ona görə səhvdir. Qaldı bir də were answered, yəni 1 və 4 E variantı. The local people lived in peace until their land was invaded. Was invaded passivdədir. Was the key opened the door? Ola bilər. Was the information given da ola bilər. Are the children in elementary school required? Bu da ola bilər. My sister is really nervous. Burada isdən sonra nervous gəlib bizə passivdə to be feil olmalıdır. Yalnız 5-cini çıxa bilirik.
Bir də cümlənin sonunda sifət vardısa, onu da çıxmalıyıq. Deməli, sifət olanda o cümlə passivdə olmur. Yəni, ikinci sualda isə deməli, 1, 2 və 4-cü sual arasında qalırıq. Deməli, burada baxmalıyıq diqqətlə. Deyir ki, yerli insanların torpağı işğal olunana qədər su içində yaşamışdılar. Yəni, işğal olunana qədər, kimsə tərəfindən işğal olunana qədər bu passivdədir. Was the key which opened the door in her bag? Deyir ki, açar onun qapını açar onun çantasındadırmı? Burada was the key in her bag buna aiddir. Yəni opened-a aid deyil. Which opened the door, yəni the key which opened the door sözü, yəni qapını açan açar mənasındadır. Yəni burada məhculluq heç bir şey yoxdur. Məhcula oxşasa da. Amma burada isə deyir ki, burada ibtidai orta məktəbdə deyək ki, ibtidai məktəbdə oxuyan uşaqlara paltar geymək məcburidirmi? Yəni informa geymək məcburdurmu? O da olar Y variantı. Yəni kimsə tərəfindən tələb olunur mənasında. 1 ilə 4 olur. Və 21-ci sualda deməli were they all forbidden to live? All hamısı qadağan edildimi ölkəyə çıxmağı qadağan edildimi? Bir ola bilər. Is there olduğu üçün biz there is there cümləsini passivə çevirə bilmirik. Pasiv cümlədə ola bilmir. Sonra burada was var. Was not well paid. Well paid yaxşı pul ödənmək deməkdir. Bu sifətdir. Yəni sifətdir. Yəni feil deyil. Necə səhvdir. Burada is used ola bilər. Çünki burada to be feilindən sonra feil gəlib. Burada is devoted. Devoted feili oxşasa da devoted sifətdir. Sadiq vəfalı deməkdir. Qalır 1 və 4. Yəni Y variantı. Sonra 22-ci sualda passiv cümlələr seçin. Burada to be feili olmalıdır, yoxdur. Burada were suggested ola bilər. Burada were some interesting ideas suggested bu da ola bilər. Have suggested var, amma being yoxdur. I was suggested da ola bilər. Qalırıq 2, 3 və 5 olan cavablar arasında. Deməli, o birislərdə bir də baxırıq. Hə, 2 də düzdür, were suggested-dir. 3 də were interesting suggested-dir. Bir də I was sözdə 2, 3, 5 cavabımız elə düzdür. Başqa şeyə baxmayacaq. Deməli, passiv voice-da olan cümlə will var, be yoxdur. Burada will var, will var, sonra be appointed ola bilər. Will be appointed bu da ola bilər. Burada will var, amma be yoxdur. It is suggested bu da ola bilər. Deməli, 2, 3 və 5. Yəni, düzgün cavabımız elə 2, 3, 5-dir. Deməli, burada was borrowed olur 24-cü sualda. Was borrowed düzdür. Was interesting olmaz, passive voice deyil bu. Are always welcomed, yəni ki, qarşılanmaq yaxşı, həmişə qarşılanır. 1 və 3 olur. Bir də to be feili yoxdur deyə burada səhvdir. Qalır elə 1 və 3, yəni B variantı. 25-ci sualda deməli, cümlənin sonunda asan versiya ilə deyim bunu. Asan versiyası budur ki, cümlənin sonunda sifət varsa, onları çıxırıq avtomatik olaraq. 3 ilə 4-ü cavablardan çıxırsınız və bu alır 1, 5. Gəlin indi bir-bir incələyək. Burada, ümumiyyətlə, burada A variantında are-la used var. Bir də daha doğrusu düzdür. Have used var, amma to be feili yoxdur. Burada delicious getdi, burada comfortable getdi. 5-kəsi are-la shown var. Bu da düz, deməli, düz getmiş. 26-cı sualda isə deyir ki, are read var, ola bilər. Have been olmalıdır. Was capable sifət var cümlənin sonunda. Is the books written ola bilər. The winners were given. Bu da ola bilər. Deməli, burada bir də diqqət eləmək lazımdır. Nəyə? Cümlənin sonundakı olan feillərə. Deməli, is the books written? Hə, burada is-dən sonra books gəlməz. Axı, books dəmlərdə is təklədir. Bunu gözdən qaçıb. Ona görə qalır elə 1 ilə 5. 27-ci sualda deməli, was born anadan olmaq deməkdir. Bu anadan olmaq deməkdir. Was stolen oğurlandı. Are caused səbəb olundu kimsə insanlar tərəfində. They are aware of. Burada sifət var, amma feil yoxdur. Was-dan sonra sifət var, amma feil olmalıdır. Qalır elə 2 və 3. Heç vaxt was born feilli 3-cü formada olsa da bu anadan olub deyə bu yanı passivdə sayılmır. 28-ci sualda deməli, were-dən sonra late gəlib.
sifət gəlib, olmaz. Is rising, bu da bizə pasiv lazımdır, fail olmalıdır. Are found, failimiz formadadır. Was-dan sonra difficult gəlib, bu da olmaz. Are invited, bu da düzdür. 3 ilə 5 qalır B variantı. Has been cancelled, 1 olar. 2 də olar, has been cancelled olur. Bu da has been cancelled, bu da oxşuyur. Bu da been cancelled, bu da oxşuyur düzə. Bu da was the cancelled, o da oxşuyur. Hamısı oxşuyur. O zaman nə edirik? Cümlənin sonuna baxırıq. Deməli, cümlənin sonunda was important var deyə 5'ləri çıxmalıyıq. 5'ləri çıxırıq. Qalır 1 üst 4 və 2 üst 4 arasında. Deməli, 4 ilə üst düzdür. Qalır 1 ilə 2 arasında. Deməli, the match has been cancelled because of the snow. Has been cancelled the match. Deməli, the committee has been cancelled. The match olmur. Çünki cümlə məntiqsiz olur. Cümlə passivə oxşasa belə deyir ki, oyun yağışı qara görə ləğv edildi. The komitə deyir ki, ləğv edildi. Oyunu ləğv edildi olmur da. Komitə ləğv edildi, yoxsa oyun ləğv edildi. Ona görə burada the match sözü cümlənin mənasını pozur. Ona görə də deməli, the committee has been cancelled because of the snow olsaydı düz olurdu. Amma bu şəkildə cümlə məntiqsiz olur. Yəni komitə ləğv edildi, oyun qara görə. Bax, oyun burada sözü, match sözü biraz pozur. Cümlə mənasına görə olur C variantı. 30-cu sualda deməli, has been reduced sözü var. Has been reduced. Bu düzdür, ola bilər. Has reduced var, amma burada to be feili yoxdur. Baxaq digərlərinə. What has been reduced ola bilər. Has been reduced olar. Has the number of employees has reduced. Aha, ola bilər burada. Was the number of reduced employees few. Burada isə azaldılmış işçilərin sayı az idimi, yəni azaldılmış işçilərin sayı kifayətdən az idimi. Burada was few olmalı. Yəni o işçilərdən söhbət gedir. 5 olmaz. Deməli, qaldı yerdə 1, 3 və 4. Yəni B variantı. 2-ni də çıxmışdıq, qaldı 1, 3, 4. 31-ci sualda deməli, cümlənin sonuna baxırıq. Guilty ilə important sifət olduğuna görə qalır 3 ilə 4. Belə bu sualları daha rahat etmək üçün cümlənin sonunda sifət varsa, o məhsul növdə sayılır. Sonra 32-ci sualda da bu şəkildə asan versiya ilə gedək. Burada tasty cümlənin sonundadır. Sifət olduğu üçün pasiv olmur. Bir də there is there cümləsi, yəni were there gördüyünüz zaman onu çıxırsınız, qalır 1 və 4. Yəni bir variant. Burada da baxırıq, cümlənin sonunda bax terrible var, sifət var, was terrible. Bu passivdə olmur ümumiyyətlə. Sonra birdə isə have been late var. Have been-dən sonra fail gəlməlidir, səhvdir, olmaz. Was appointed faildir, has been signed, bu da faildir. Düzdür, 2 və 3 olur. Y variantı. Has been typed olar. Burada was barking olar. Şeydə fail deyil bu. Yəni to be fail olmalıdır. Were bronze left ola bilər. Burada cümlənin sonunda new var, sifətli olmaz. Qalır 1 və 3, yəni D variantı. Burada has been left olar. Has never been abroad sifətli olmaz. The news that we heard was great olmaz. The letter was hidden, bu da olar. 1 və 4, yəni A variantı. O 36-cı sualda was var, amma fault var, sifətli. Fail olmalıdır, bu false isimdir. Has been improved olar, pasivdir. There was, there is, there cümləsi pasivdə olmur və olur was examined. Olur 3 və 4, yəni D variantı. 37-ci sualda have been improved olar. There is, there cümləsi pasivdə olmur. Has made var, amma been yoxdur, səhvdir. Bu da were left olar. 1 və 4, yəni D variantı. Deməli, burada amazing sifət olduğu üçün cümlənin sonunda pasiv olmur. Had already been collected pasivdədir. There is, there cümləsi pasivdə olmur. Və was awarded olur. Düzdür, 2 və 4, yəni C variantı. Deməli, has been soru var, amma fail yoxdur, bu səhvdir. Was found ola bilər, tapıldı. Was the chief late sifətli olmaz. Was the Helen speech interrupted, bu da düzdür. Qalır 2 və 4, yəni D variantı.
40-da delicious sifətdir olmaz cümlənin sonunda. Burada was shining var, to be feili var, amma feilin üçüncü forması yoxdur. Was being tasted olar, bir də was borrowed, bu da passivdədir, olar 3 və 4, yəni Y var. 41-ci sualda cümlənin sonuna baxırıq. Varmı sifət? Burada typical var, düzdür. Burada isə has been late var. Sifətdir, olmaz. Qalar nə? Has been solved, to be feilindən sonra feil gəlib. Were explained eyni şəkildə qalır. 1 ilə 3. Yəni Y variantı. 42-ci sualda cümlənin sonuna baxsaq, tapmaq olarmı? Bəli. Burada beautiful sifətli olmaz. Has the area been declared? Bu passivdədir. Is the national park often visited? Bu da passivdir, amma have been-dən sonra feil gəlmədiyi üçün bu səhvdir. 1 ilə 3 düz cavabdır, yəni C variantı. 43-də tragic deməli, tragic deyirsə sifətdir. Amazing deyirsə bu da sifətdir, amma was the tragic play staged passivdədir. Bir də 4-də was the amazing old palace restored, bu da düzdür. 2 və 4 olur. 4-cü sualda have sifətdir və up to date müasir deməkdir. Yeni müasir deməkdir. Bunu da çıxırıq. Qalır 2 və 3. Yəni 2 düzdür. Was that parcel sent var. Bir də was up to date equipment brought var. Deməli düzdür. 45-ci sualda deməli burada will have discovered var. Been yoxdur. Burada is var. Burada da to be feili yoxdur. Have you ever had-dən sonra da feil yoxdur deyə qalır. What is planet düzdür. Bir də he hasn't been beaten, bu düzdür. 1 və 2 olur. Yəni 45 olur, 1 və 2. 46. 3 və 4. Deməli, market fresh burada çıxır. Burada da will-dən sonra bir gəlmir, amma was-dan sonra fish boat olur. Bu da was the fish boat. Deməli, düzgün cavab 4-dür. 47-ci sualda cümlənin sonunda sifət varsa interesting-i çıxırıq. Burada da there is there cümləsini çıxırıq. Qalır were produced, when were the films produced. Deməli 1 və 2 olur. 1 və 2. 48-ci sualda deməli cümlənin sonunda sifət varsa çıxırıq. Impressive də sifətdir. Bunda çıxırıq. Qalır 2 və 4. Burada da cümlənin sonunda official və important sifətdir. Ona görə qalır 1 və 3. 1 və 2 daha doğrusu. Çünki baxın, Word documents sent var. Bir də which documents were sent. İkisi də passivdədir. 50-ci sualda cümlənin sonunda aromatic, ətirli, colorful, rəngli. Bunlar sifətdir. Ona görə çıxırında qalır elə 1 və 4. 51-ci sualda valuable qiymətlidir, vivid canlıdır. Bu da 1 ilə 3 olur. Çünki sifətlər çıxanda cavab qalır 1, 3. 52-ci sualda cümlənin sonunda talented sifətdir. Olmaz. Bir də is there cümləsi demişdik. There cümləsi həmişə passivdə olmaz. Qalır 1 ilə 4. Was the boy praised düzdür. Was the big car parked. Bu da ikisi də passivdədir. 53-cü sualda cümlənin sonunda helpful sifətdir. Bir də burada da there cümləsi var. There is there olmaz. Qalır 1-dən 4. 1 və 4. 54-cü sonda there is there cümləsini çıxırıq. Bir də expensive cümləsini çıxırıq. Qalır are the trousers made. Bir də ki what are the trousers made. Yəni ikisi də passivdədir. 1 və 3. 55-ci sualda expensive sifətdir. Olmaz. Bir də there is there cümləsi olmaz. Were children born düzdür. Were the results of the exam written düzdür. Yəni 3-dən 4. 56-da there is there cümləsi olmaz. Popular da olmaz. Qaldı. Deməli 3-dən 4. Was the resolution adopted düzdür. Bir də was the place of wedding party appointed düzdür. 57-də there is there cümləsi olmur. Bir də expensive sifətdir. Olmur. Qalır 1 və 2 və 4. Yəni 2-də are the computers made passivdədir. Are such computers made. Bu da ikisi də passivdədir. 58-ci sualda cümlənin sonuna baxırıq. Cheap
sifətdir. Bir də their cümləsi səhvdir. Qalır 2 və 4. 59-da cümlənin sonuna baxırıq. Unusual qeyri-adidir. Cozy rahatdır. 2 də sifətdir. Qalır 1 və 3. İstəyirsiniz baxın. Is hated düzdür. Were grown düzdür. 1 və 3. 60-da isə deməli effektiv, effektli deməkdir, təsirli sifətdir. Bir də ki, burada black and white, bu da sifətdir, rənglər sifətdir, qalır 1 ilə 4. Is this method used widely? Bir də were the pictures painted by that artist? 61-ci sualda were these games deməli, baxırıq. Were these games often played? What are mainly played düzdür. Bu da exciting çıxırıq. Bir dənə exciting olmaz. Və 1, 2, 3 qalır. Were these the games played in your childhood? Deyir ki, bu oyunlar uşaqlığınızda oynanılan oyunlardır. Are these games played in your childhood? Yəni burada bu oyunlar sizin uşaqlığınızda oynadığınız oyunlardır kimi tərcümə olunur. Yəni bu pasiv olmur. Amma burada isə are these games often played? Bu oyunlar tez-tez oynanılırmı? Və yaxud da buradakı hansı oyunlar yayda oynanılır? Kimsə tərəfindən oynanılır. Buna görə bir nənəsi olur. Sadəcə 2 çaşdırıcı da olsa da, deməli, were these the games olduğu üçün bu oyunlar sənin uşaqlığında oynadığın oyunlardır mənasında işlənir deyə bu pasiv olur. Mətnlərdə saya bilmirəm. 62-ci sualda woolen yundan hazırlanmış dediyi üçün deməli, bu pasivdə olmur. Deməli, qalırıq 1, 2, 3 arasında. Deməli, 3 were the carpets made of düzdür. Baxın, bu ikisi bir-birinə oxşuyur. Are these the carpets made by your mother? Deyir ki, bu xalçalar sənin ananın düzəltdiyi xalçalardır. Burada pasivli bir şey yoxdur. Amma burada deyir ki, bu xalçalar sənin anan tərəfindən hazırlanıbmı? Ona görə olur 2 və 3. Burada has always been honest. Burada sifətdir, olmaz. Bir də clean sifətdir, olmaz. Qalar have been promoted 2 və 3. Yəni 63 olur 2 və 3. 64-cü sualda important sözü sifətdir, olmaz heç vaxt. Was adopted düzdür. Were the jewels kept, bu da düzdür. Qalır 2 ilə 3. 4 niyə olmur? Düzdür, bu tipli suallar çox işlənməsə də, əgər cümlənin sonunda sifət və yaxud da müstəqil yəli əvəzi gəlirsə, bu da heç vaxt məhsul növdə ola bilməz. Mine, yours, his, hers, ours, yours, theirs. Bu sözlər və yaxud da sifət gələndə cümlənin sonunda bu cümlələr pasivdə olmur. 65-də isə permanent daimi bu sifətdir. Yours yenə burada əvəzlikdir. Müstəqil yəli əvəzliyi səhvdir. Ona görə qalır 2 və 3. 66-cı sualda big sifətdir, young sifətdir, asan cümlədir və bunu ancaq 1-dən 2 götürə bilirik. Sifətləri çıxanda. Burada valuable dəyərlidir, sifətdir. Olmaz. Onun üçün were the portrait stolen. Bu düzdür, pasivdə olar. Sonra deməli were the portraits antik, burada antik sözü qədim deməkdir, olmur, qalır bir də 3. 2 və 3. 68-də deməli nice sifətdir, olmaz. Deməli qalırıq digərləri arasında. Deməli was the road leading to the kindergarten cleared? Yəni bu yol təmizlənibmi? Olar 1. Sonra 2-də nice-ə görə çıxdıq. Is the salary paid to employees high enough? Buradakı deyir is the salary high, yəni bu maaş yüksək midir? Yəni bu işçilərin aldığı maaş yüksəkdirmi kifayət qədər? Bu sifətdir. Yəni bu məhsul bir şey yoxdur. Amma burada was the flight delayed? Uçuş 3 saat əvvəl deyir, yəni gecikdirildimi? Qalır deməli 1 ilə 4. 69-da deməli burada nəyə baxarıq? Birdə olur was that expensive watch advertised. Deməli was-dan advertised. Bu televizorda deyir bu saat, bahalı saat reklam edildi mi? Bir düzdür. 2-də
Is the bridge destroyed by the storm still remaining unrepaired? Deyir ki, bu fırtına tərəfindən dağıdılmış körpü hələ də qalırmı? Yəni təmirsiz qalırmı? Söhbət burada körpünün dağıdılma yox, bunun təmirsiz qalmağından söhbət gedir deyə. Ona görə bu məhsul növü oxşasa da məhsul növü olmur. Are the skyscrapers built here safe to live in? Deyir, burada düzəldilmiş göydələnlər yaxşıdırmı? Yəni safedirmi? Təhlükəsizdirmi? Bu da olmur. Amma have the walls been newly painted? Yəni bu divarlar yeni boyanıbmı? Qalır 1 ilə 4. Burada there has been, there is there cümləsi var, olmaz. Will be changed passivdədir. Was discussed, bu da passivdədir. Amma have you ever had, burada been yoxdur deyə səhvdə qalır elə 1 və 3. 71-də you are wanted passivdədir. You have just been yoxdur. You have just told. Must be done, bu da olar. Amma you have never been abroad isə sifətdir, olmaz. 1 və 3. 72-də are published düzdür. Should be done, bu da düzdür. Burada been olmalıdır. Bu have never been. Ondan sonra feili yoxdur deyə səhvdə qalır 1 ilə 2. 73-də are used pasiv cümlədir. Olar, bir düzdür. Deməli, 2-də people drink, burada to be feili yoxdur, həm də feil yoxdur. Was renovated düzdür. Is made də düzdür, amma has been olmalıdır, yox da is painted olmalıdır, qalır 1, 3 və 4. 74-cü sual isə deməli had been left open, deməli left, had been left olar. Burada distance share, burada passivlik bir to be feili yoxdur. Burada is developed passivdədir. Bir də was punished, bu da passivdədir. Yəni 1, 3 və 4. 5 niyə olmur? Çünki burada to be feili yoxdur. Ona görə 1, 3, 4 olur. Deməli, testimiz bitdi. Gələn həftə hansı cümlələr passivə çevrilə bilər, çevrilə bilməz, onu izah edəcəm. Hələlik sağ olun, gələn dərs görüşənədək.